Dostlarım, hər birinizi salamlayıram. Yepyeni bir kanalıma və videoma hamınız xoş gəldiniz. Mən Əmid. Necəsiniz, var nə yox dostlar? Bu günləri sizinlə birlikdə gördüyünüz kimi ilk 11-i yəni özümüz qururuq. Mən ilk 11-i qurma videosu çəkmişdim bundan qabaq. O ayrı cür effektdir, bu ayrı effekt. Burada o şey ən yaxşılardır, necə deyim? Reytinqə falan baxmırıq da. Ən yaxşı ilk 11 futbolçular gəlir. Kim aralarında ən yaxşıdırsa onu seçib kadromuza, yəni qatırıq, takımımızı qatıb şey edirik. Buradan ilk öncə oyunculara baxmaq lazımdır. Baxaq. Qapıda Angel, Miranda, Martinez, Ronaldo müdafiə, Bobby Charlton, Zoko, Ziko deyil. Ed Denilson, Bernat. Buradan təbii ki də hücumcuya santrofor Ronaldo Nazario, təbii ki də. Şübhəsiz. Oyda, bu nədir? İnanamıyorum qaqaş. Robinho, Figo, Gullit, Kaka, nə bilim, Hins, Rio Ferdinand, Marcelo, Peter Schmeichel, qapıya Peter Schmeichel. Mənə görə qaqaş. Mənə görə. Gullit. Mənə görə Gullit deyirəm. Gullit. Mənə görə Gullit. Fikirləşməyə ehtiyac belə duymuram. Cristiano təbii ki də. Oy. Hücum xəttinə bunu çıxaq, buna baxmayaq. Ortaya da çıxaq hətta. Ortadan yox, oradan çıxmayaq. Xavi var orada. Qapıya yenə Schmeichel gəldi. Sergio Ramos yoxsa Xavi? Mən Xavini götürürəm. Oy. Vidic Maldini, təbii ki də Maldini. Təbii ki də hələ ki yaxşı komanda qurmuşuq, hələ ki çox yaxşı gedirik. Burada bir dənə Nesta da qəşəng. Dövrünün qəşəng müdafiəçilərindən olub. Oy. Bura bir dənə George Best. Pisiz nə idi o? Rigelme, Stam, Peter Schmeichel'i götürüm görəcəm. Bunlara yəni baxanda ən savunmalısı Peter Schmeichel'dir. Amma mən istəyirəm Casillas gələydi, onu götürəydim. Daha məcbur götürdüm. Oy. Kafu. Kafunu da seçdik. Müdafiə. Pis oyuncu gəldi. Pep Guardiola mən nə bilim, yaxşı oyuncu olmayıb mənə görə. Texnik direktorluğu çox yaxşıdır. Yəni çox yaxşı hocadır, müəllimdir, necə deyim, takımını yaxşı hazırlaşdırır texnik direktordur. Amma ki bu yaxşı futbolçu deyil axı. Yəni futbolda yaxşı olmuyor bu. Amma texnik direktorluğu çox yaxşıdır. Məcbur götürəydik bu Ronaldo müdafiəçisi. Hardan eşitmişəm deyəsən. Braziliyanın bir oyununda çıxmışdı, baxmışdım. Yəni deyəsən xatırladım, amma müdafiə xətti təsvir indi götürsəm Ronaldonu müdafiəyə, Maldini, Nesta, Cafu, Ronaldo. Belə müdafiə olar qardaş. Ora bir dənə Ramos gəlsə, yaşadıq. Təsvir indi Maldini, Ramos, Nesta, Cafu. Nə dörtlüyə baxın. Bir dənə Ramos gəlsə zor olar. Məcburi Guardiola götürürdü. Kim gəldi? Jep Stam. Stam da yaxşı müdafiəçi idi, amma istəyərdim onun yerinə Sergio Ramos gəlsin. Real Guard verdi bizə. Bura Guardiola'nın yerinə özümüzə bir dənə Modric gələydi. Stamın da yerinə Ramos, Schmeichel'in də yerinə Casillas. George Best zaten yaxşıdır, amma Messi ilə falan dəyişə bilərdi. Mənim takım belə oldu, takım belə qurdum. Siz də yoxlayın, siz necə qurardınız? Siz olsanız mənim yerimə kimləri qatarsınız takımımızda ilk 11-inizə. Hər bir fikrinizi, hər bir şeyi yorumlarda bölüşməyi yazmağı unutmayın. Sağ olun.